Müəllif Arzu Ada. Bir müəllimin yazısına söz ardı. Daha dəqiq Rəfail Həbiboğlu müəllimin. O şəxs ARB-də basa-basdan, vurhavurdan bir post paylaşıb. Mən də fürsət bu fürsət deyib qələmi əlimə aldım və başladım. Nə başladım? Müsibət deyilənə görə qış fəslində olur. Belə ki, bir hekayə yazmağı planlayırdım. Hətta yarısına qədər də yazmışam. Yaxın bir rəfiqəm danışır ki, o boyda ARB-nin qardirobu yoxdur. Tədbirlərdə üst-üstə atılan palto, papaqlar əsl münbit sirkə meydanı babındadır. Ciblərdə keçən qışdan qalmış yem azuqə tapmaq ümidi ilə cibdən cibə girirlər. Bu azğın bitbirələr. Bir sözlə əsl anarxiya. Bit sirkənin dini yox, imanı yox, nə sən öl qanır, nə mən ölüm. Yəni ki, bir-birinin üzərinə qalaqlanan palto, papaqlarda sürü ilə gəzən həşəratlar palto, papaqlarda sərbəst 2 və ya 3 saat aralığı ilə gəzir. Nəsə axtarırlar, iclas tədbir də o aralıqlarda olur. Amma bihudə, acda nə var, ləlöyünə nə versin, söz ardı da. Qanunlar sərtləşdirilməli, şlaqbaum qoyulmalı, həkimdən arayış tələb olunmalı, giriş-çıxış üçün ya daxili sanitar qanunlarına əməl olunmalıdır. Belə ki, ya elə girəcəkdə mənsəb və mövqe vəzifəsindən asılı olmayaraq hamı xortumlu şlanqlarla dezinfeksiya olunmalı. Hər kəs bu qaydaya uymalıdır. Ya da uymayan yaxşı, pis yazançı olmadığından asılı olmayaraq vəsiqəsindən, ARB-nin vəsiqəsindən mən edilməlidir. Bir mənalı tədbir bitdi. Basa-bas o basın olmaması üçün ən azı polis postu yaradılmalı. Şəkil öz işləridir. Kollektiv və tək şəkillərə qarışmırıq. Profillər bir saat sonra bəzədilməlidir. Bunsuz tədbirin nə mənası, əslində əsas hədəf də elə odur. Və şairlər paltolarını axtarır, bit əfəndi isə artıq yeni evin seçib. Tənqidçi Qurban müəllimin qoyun dərisindən olan papağı, filan müəllimin yaxası, norkalı paltosu, hamısı üst-üstə, üzü yola. Dayandır müəllimin fədakarlığı heç bir nəticə vermir. Bit ucunu alıb ucuzluğa gedir. Cövlan edir, cövlan. Cibdə keçən qışdan qalmış konfet kağızı da var. Qışlıq hazırdır. Sirkə xanım papağın içində bilet alıb stansiya. Yazıçının evi koması. Müsibət beləcə şəhərə yayılır. Rəfail müəllim bu müşahidən satiradır. Qış gəlir, müsibət də bitir, palto da. Daha papağa əlvida, paltoya vida. Gəl, gəl ayaz günləri, ilin əziz günləri. Daha qorxu yoxdur, tərtibat və təqdimatlara daha böyük vüsət sezonudur. Sırayın xalqın qabırğasına oxunmayan kitablarınızı. Şoppanalar nəhayət
Final. Personajların dilindən. Tənqidçi müəllimin yaxasında 2 gün qonaq qaldım. Yaxşı adamdı, qaşımır. ARB-dəki qırıq stolların monoloqu. 20 ildir ki, buradayam. Hər qış eyni film. Paltolar gəlir, bitlər gedir. Və Bit Əfəndinin yol xəritəsi. ARB-nin qardirobu, şairin paltosu, taksinin oturacağı, uşaq bağçası, deputatın kürkü, nazirlik iclası. Bit Əfəndi nazirin yaxasında oturub büdcəni dinləyir. Deyir, burada qaşınmaqdan başqa iş yoxdur. Beləcə, Azərbaycan adlı bir məmləkətdə bu nağıl sürüb gedir.